Gəncədə odlu silahla qətl törədilib. 42 yaşlı şəhər sakini evinin yaxınlığında ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirib. Hadisə ilə bağlı bir nəfər saxlanılıb. Bilmirəm, mən də heç xəbərim olmadı. Aynanı açdım ki, baxam, hava gəlsin. Gördüm küləkdə açılas. Gördüm orada maşın dayanıb. Səhər də durdum, gördüm ki, belə hadisə eşitdim, pis oldum, çox pis oldum. Qətlə səbəb sürücü işləyən tanışlar arasındakı mübahisə olub. Hadisə şəhərin Cavadxan qəsəbəsində 42 yaşlı Vüsal Əhmədovun yaşadığı evin yaxınlığında qeydə alınıb. İlkin məlumata görə Vüsal Əhmədov əvvəlcədən tanış olduğu şəxslə aralarında yaranan mübahisə zamanı ağır güllə yarası alaraq həyatını itirib. Bir neçə ildir ki, Cavadxan qəsəbəsində yeni tikdiyi evdə məskunlaşan mərhum qonşuları deyir ki, onun indiyədək hansısa münaqişədə iştirakını görən olmayıb. Çox insan adam idilər, ailəsinə də mehriban, qohumlara da, qonşulara da çox. Ondan heç kim narazı ola bilməz. Hadisədən sonra yaralı dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə mərhum Vüsal Əhmədov tır sürücüsü işləyirmiş. Onu öldürməkdə şübhəli bilinən şəxs də eyni sahədə çalışırmış. Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən 45 yaşlı Göygöl rayon sakini Royal Hətəmov saxlanılıb. İlham Məmmədov, Fidan Səfər, Spice xəbər, Gəncə.